İslami bir termin olaraq suizən haqqında danışacaq. Quran-ı Kərimə, hədislərə və olmuş hadisələrə işarət edərək çalışacaq ki, bu mövzunun əsl mahiyyətini siz əzizlərimlə bölüşəm və sizlərə çatdıram. Quran-ı Kərimdə bir neçə ayədə bu mövzuya uca Rəbbimiz, yenilməz qüvvət, qüdrət sahibi olan Allahımız toxunmuş və onlardan Hücurat surəsində, Nur surəsində məhz bu mövzunu tam şəffaflıqla əhatə edəcək bir fikri Peyğəmbərimizin vasitəsilə bizə çatdırmış. Buyurur, Yə eyyuhəl-ləzīnə əmənu, ey iman gətirən insanlar! Baxın, bu xitab qeyri-möminlərə deyil, məhz iman əhlinədir. Yəni, bu bir məsələdir ki, iman əhli bu məsələdə qeyri-iman əhlindən öndə olmalıdır və bu daxili çirkab, daxili rəzalət, batini, belə deyək, çirkinlik iman əhlində olmamalıdır deyə uca Rəbbimiz məhz iman əhlinə xitab edir. Quranın bəzi xitabları ümumidir, orada istər iman əhli olsun, istər qeyri-iman əhli. Amma bəzi xitablarında bir özəllik var, bir özünə məxsus bir artoriya var ki, o zaman uca Rəbbimiz iman əhlinə xitab edərək buyurur ki, Yə eyyuhəl-ləzīnə əmənu, ey iman gətirən insanlar! İctənibu kəthirən minəz-zənn, İnnə ba'dəz-zənn ismun. Bir-birinizin haqqında pis düşünməkdən və ya bilmədiyiniz bir şeyləri söyləməkdən çəkinin. Çünki çox fikirlər, zənn yəqin olmayan bir şeyə deyirlər. Güman və ehtimal əsasında gəldiyin qənaətə deyirlər. Başqalarının haqqında zənn eləmə, yəqin bilmədiyin bir şey, ehtimal mənə belə gəlir, məncə bu belə demək istədi, məqsədi budur deyə demə. Ayədə buyurur ki, İnnə ba'dəz-zənn ismun. Çünki bəzi düşüncələr, bəzi fikirlər günahdan başqa bir şeydir. Bilmədiyin, səhv anladığın bir sözü deyərsən, danışarsan, günahkar olarsan, müqəssir olarsan. Və la təcəssəsu. Bir-birinizin gizlində olan işləri araşdırıb, ortaya çıxardıb, onun İffət, ismət, abır, həyasını aradan aparmayın. Və la yaqtab ba'dukum ba'dən. Bir-birinizin ardıca danışmayın. Əyyuhibbu ahadukum ən yəkulə ləhmə əxih. Uca Rəbbimiz buyurur və xitab elə bizlərə də, sizlərə də, hər birimizədir. Buyurur ki, sizlərdən hansı biriniz xoşlayarsınız, sevərsiniz, öz qardaşınızın ölmüş cəsədindən ət yiyəsiz, onun ətindən qidalanasınız. Fəkərihtumuhu. Bu məsələdən hər biriniz ikrahla davranarsınız. Heç kəs ölmüş qardaşının cəsədindən ət qoparıb yeməz ki. Amma Allah istəyir bizə bir agahlıq verək ki, bu əməl bənzəyir elə buna ki, ölmüş qardaşın cəsədindən insan nə edir? Ət yiyir. Bu ayənin izahına gələcək, mən hələ tərcüməsini deyirəm. Vattaqullah, innəllaha tavvabun rahim. Bu işlərdə Allaha sığının, təqvalı olun, Allahdan qorxun. Həqiqətən Allah tövbələri qəbul edən və bağışlayandır. Yəni, əgər hər kəs bu işin daşıyıcısıdırsa, bu işdən əl götürməli, fikrindən yayınmalı, uca Rəbbimizə doğru tövbə edib və istiğfar edərək
bağışlanmaq diləməlidir. Bu ayənin məzmunu idi. Amma biz Qur'anın digər bir surəsinə, bu iki surənin bu iki ayəsi ətrafında danışacaq. Nur surəsinin 12-ci ayəsi, bu oxuduğumuz Hucurat surəsinin 12-ci ayəsi idi və Nur surəsinin 12-ci ayəsində Allah Teala buyurur: "Ləula is-semi'tumuhu zannal mu'minin vel mu'minat bi anfusihim xayran." Niyə görə möminlər, mömin kişilər və möminə qadınlar bir-birləri haqqında eşitdiklərini bir-birinin haqqında yaxşı düşünmürlərmi? Yəni Allah istəyir bizi hara dəvət eləsin? Yaxşı düşüncəyə, yaxşı fikrə. Və burada biz baxmış olsaq, Uca Rəbbimiz bir-birimizin haqqında mənfi düşüncəmizi və olmadığı yerdə onun ardınca danışmağı bənzədir insanın öz ölmüş qardaşının cəsədindən ət yeməyə. Əgər baxmış olsaq, hədislərdə varımızdır. İmam Riza aleyhisselamdan bir hədis var. Həzrət buyurur ki, "Leysə ze'bu ya'kulu lahma ze'bin və ya'kulu ba'dun ba'dən ayana." Bilmirəm, o heyvanat aləminə bəzən o sənədli film kimi bəzi kanallarda verirlər. Əgər baxmısınızsa, vaxtınız olanda və yaxud sosial media üzündən də izləyib qarşınıza çıxa bilər. Canavarda belə bir xüsusiyyət var. Bəlk acımış olsa belə, özünə şikar axtarmış olsa belə, ov, yəni axtarmış olsa, ova çıxanda, əgər ölmüş bir canavarla qarşılaşanda, rastlaşanda, o öz sinifindəndir deyə, canavardır deyə, ac olsa belə onu yemir. İmam Rıza aleyhisselam buyurur ki, "Leysə ze'bu ya'kulu lahma ze'bin." Canavar canavarlığı ilə ac olduqda, şikarı canavar olanda onu yemir. Və ya'kulu ba'duna ba'dan ayana. Amma bizim içərimizdə elələri var ki, aşkarcasına göz görəti görə bir-birinin ətini yeyir. Yəni, o qeybət anlamında ki, Allah ölmüş qardaşın cəsədinə bənzədir. Burada bir sual yarana bilər ilk öncə. Uca Rəbbimiz niyə diri demədi, ölü dedi və ölüdən ət qoparmaq misalına toxundu? Çox düşündürücü bir ifadədir. İlk öncə bunu hamımız yaxşı bilirik ki, diri insan, həyatda olan insan özünü müdafiə eləyə bilər. Amma ölmüş insan heç vaxtı özünü nə eləyə bilməz? Müdafiə eləyə bilməz. Əgər sən birinin daldada ardıca danışırsansa, qeybətini, söhbətini eləyirsənsə, o orada yoxdursa, necə ölü özünü müdafiə eləyə bilmirsə, o yoxdursa özünü müdafiə eləyə bilməz axı. Ona görə İslam bizi bu kimi şeylərdən çəkindirir.